Salam hər kəsə. Gəlin mix testimizin davamını işləyək. 88-ci suala baxırıq. 88-ci sualda deməli, few'dan sonra bilirik ki, cəm isim gəlir. Qələmimizi götürürük. Few'dan sonra cəm isim gəlir. Ona görə birinci doğrudur. Little'dan sonra sayılmayan isim gəlir. 2 səhvdir. Few'dan sonra cəm isim gəlməlidir. 3 səhvdir. Little'dan sonra sayılmayan isim gəlməlidir. 4 doğrudur. Cavabımız 1, 4, C variantı. 89-cu suala baxırıq. Few'dan sonra dedik ki, cəm isim gələr. 1 səhvdir, yəni sub sayılmayan isimdir. A lot of həm sayılan, həm sayılmayan isimlərlə işlənir. Ona görə gördüyünüz kimi 2, 3 doğrudur. Few'dan sonra cəm isim gəlir. Ona görə 4 səhvdir. 2, 3 cavabımız B variantı. 90-cı suala baxaq. Linda has just started a new job. Burada bitmiş zamandadır, təsdiqdədir. Bitmiş zaman köməkçi feili ilə have has'dir. Ona görə did olmaz. Deməli cavabımız 2 və 4. 2, 4 A variantı. Keçirik 91-ci suala. Little Casey lay on the sofa. Lay on the sofa divanda uzanmaq. Lie uzanmaq sözünün keçmiş zamanıdır. Ona görə indiki zaman köməkçi feillərini çıxardırıq. Cavab 1 və 3. B variantı. 92-ci suala baxaq. Deməli, burada söhbət Apple cəmlə gedir. Cəm mürəbbədir. Ona görə sayılmayan isim olduğuna görə. İkinci tərəfdə isə baxırıq ismimiz. İsim yoxdur. Ona görə də a lot of-dan sonra isim gəldiyinə görə C variantı olmaz. Lots of-dan sonra isim gəlir deyə B olmaz. A lot zərfdir. Like to saxlayaq onu. Amma əvvəlində cəmə aid few olmaz. D variantı getdi. Və many də olmaz sayılmayan isimlə. A variantı da getdi. Cavabımız Y. 93-cü suala baxırıq. Time sayılmayan isimdir. Sayılmayan isimlərlə few işlənməz, many işlənməz. C, Y və A variantları getdi. Very'dən sonra a little, a artiklı gəlməz. Cavabımız B. We spent too much time in the library. Biz kitabxanada çox vaxt keçirdik. Yəni, həddindən çox vaxt keçirdik. 94-ə baxırıq. Information sayılmayan isimdir. Ona görə many ilə olmaz. A lot'dan sonra of olmalıdır ki, isim gəlsin. Few ilə olmaz. Cavabımız B variantı. Keçirik 95-ci suala. 95-ci sualda inkar cümləsini deyir tapın. Deməli, düzgün inkar cümləsi to təsdiqdə işlənir. A variantı olmaz. Also təsdiqdə işlənir. C-də olmaz. Like not deyə bir şey yoxdur. Köməkçi feil olmalıydı. Don't like. Also dedik təsdiqdə işlənir. Y-də olmaz. Cavabımız B variantı. A isə inkarla işlənir. Yəni not olan yerlərdə işlənir. İnkar olan yerlərdə işlənir. 96-cı suala baxırıq. 96-cı sualda yenə bizdən inkarı soruşur. To yenə dediyimiz kimi təsdiqdə olur. Yəni A, B variantları gedir. Also təsdiqdə işlənir. 2 inkar bir cümlədə olmadığı üçün Y-də olmaz. Cavabımız C variantı. İndi isə gəlin növbəti suala baxaq. 97-ci sual. Aha, 97-ci sualda both and-in inkarını bilməliyik. Neither nor. Deməli, baxırıq. Deməli, 2 inkar bir cümlədə işlənməz. Sonra, bax, burada da səhvdir. D variantında neither norla işlənir. Ona görə D olmaz. Y variantı doğrudur. Both and isə təsdiq cümlələrində işləndiyinə görə olmaz. Y variantı doğrudur. 98-ci suala baxaq.
Neither nor olan yerdə başqa bir inkar olmaz. A bəndi səhvdir. Either or təsdiq cümlələrində işlənir. Haven't to modal feilinin, have to modal feilinin inkarı don't have to olur. Ona görə B variantı ümumiyyətlə səhvdir. Burada da həmin səhv verilib. Neither nor olan yerdə not olmaz. Yəni başqa bir inkar olmaz. Both təsdiq cümlələrində işlənir. Cavabımız Y variantı. Neither you nor your friend has to go shopping. 99-cu suala baxaq. Yenə diqqətli oluruq. Deməli, either cümlənin axırında işlənir, səhvdir. İki inkar bir cümlədə olmaz, səhvdir. Neither norla işlənir, D variantı da səhvdir. Y bəndi düzdür. A bəndi də səhvdir. Baxın, both and-lə verir, həm də ki təsdiqdə olmalıdır. Ona görə A səhvdir. 100-ə baxırıq. 100-cü sualda yenə inkarı soruşur bizdən. Diqqətli oluruq. Deməli, Norman will not refuse to help us and Mark will not either. Bunu saxlayırıq. Doğrudur. Norman bizə kömək eləməyəcək. İnkara inkar cavab veririk. Bir doğrudur. Deməli, but olan yerdə ziddiyyət olmalıdır. Norman will refuse to help us, but Mark will not. To amma təsdiq cümləsində işlənir deyə bu səhv yazılıb. Baxırıq 3-ə. 3-də either olan yerdə inkar olmalıydı. Baxırıq 4-ə. İnkara inkarla cavab veririk. Norman will not refuse to help us, neither will Mark. Cavabımız 1-4 A bəndi. Keçirik növbəti suala. Few'dan sonra cəm isim gəlməlidir. Bir səhvdir. Little information doğrudur. Çünki little sayılmayan isimlə işlənir. Many shops doğrudur. Much cəmdə olmaz. Səhvdir. Cavab 2-3. Baxırıq 102-yə. Few'dan sonra cəm isim gəlməlidir. Bir doğrudur. Little'dan sonra sayılmayan isim olmalıydı. 2 səhvdir. Much'dan sonra sayılmayan isim olur. 3 səhvdir. Few'dan sonra cəm isim olur. 4 doğrudur. Cavab 1-4. 103-ə baxırıq. 103, a lot of sayılanla da işlənir, sayılmayan isimlərlə də işlənir. Yəni bu doğrudur. Much sayılmayan isimlərlə işlənir, 2 səhvdir. Few'dan sonra cəm isim gəlir, 3 doğrudur. Many sayılmayan isimlərlə işlənməz. Cavab 1-3. Videolarımızı izləmək üçün abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.